Oğlak bürcü altında doğulanlara. Əziz oğlaklar, biraz yaxın oturun. Biraz yaxın oturun. Sizin gör nə gözləyir iliniz. Deyəcəksə, çox adam yazır ki, ilimiz qutarır. Ay balam, təzə ilimiz, yəni çılğın at ili, bu ilin fevral ayının 19'unda artıq qədəm qoyub. Fevral getdi. Mart, aprel, may. Hələ təzə ilimizdən 3-cü ayın içindəyik. İnşallah ki, oğlaqlar üçün çox uğurlu və xeyirli olacaq. Əziz oğlaqlar, sizə bir şey deyə bilərəm ki, bir şey deyə bilərəm ki, Oğlaq bürcü altında doğulan insanlar uğursuz ulduz altında doğulduqları üçün onların işi çox çətinliklə. Bir Oğlaq bürcü altında doğulan insan göstərin ki, onun işi asanlıqla başa gəlsin. Xeyr. Oğlaq bürcü altında doğulan insanlar əzablı, əziyyətli, çətinliklərlə, ondan sonra məşəqqətli günlərlə, ondan sonra streslə bir işi ancaq yoluna qoyur. Və onların işində elə bir daş var. O daşı dığırlada özlərinə cığır açır və nəyəsə nail olmağa çalışır. Oğlaq bürcü altında doğulan insanlar, onu da deyim ki, çox insanlar məndən soruşurlar ki, bəs mən falan bürcəm, Oğlaq bürcəm, hansı aydan hansı aya qədər? Bunu deyirəm. Oğlaq bürcü altında doğulan insanlar inşallah ki 22'si 12. ay, 22'si 12. aydan 20'si 01. aya qədər. 22'si 12. aydan 20'si 01. aya qədər doğulanlar Oğlaq bürcü altında doğulanlardır. Oğlaqları mən niyə sevirəm? Oğlaqlar mən sevilməli bürcdür. Oğlaqlar dəyər verilməli bürcdür. Çünki oğlaqlar öz mənlikləri ilə, öz şəxsiyyətləri ilə həmişə önə gedirlər. Oğlaq bürcü altında doğulan hətta kişilər də, qadınlar da sözü düz dediklərinə görə, həmişə düzgün olduqlarına görə, həmişə mərd, əyilməz, cömərd olduqlarına görə çox vaxt sevilmirlər. Oğlaqlar yaxşı dost olurlar, oğlaqlar vəfalı həyat yoldaşı olurlar, oğlaqlar sədaqətli olurlar, oğlaqlar güvənli insanlar olurlar. Oğlaq bürcü altında doğulan insanlar uğursuz ulduz altında doğulduqları üçün oğlaqların başlarına gəlməyən bəla, gəlməyən əzab, əziyyət yoxdur. Amma o gələn bəlanın altından da Allah onları götürür və kənara qoyur. Çünki Oğlaq bürcü altında doğulan kişilər çoxsu, indi kiçik boylusu da var, amma oğlaqların çoxsu boylu, buxunlu, yaraşıqlı kişilər olur. Açıq etiraf edəyək. Oğlaq bürcü altında doğulan kişiləri niyə görə mən çox sevirəm? Oğlaq bürcü altında doğulan kişilər o yaraşıqlarını, o belə simasını, yaraşıqlı simasını üzə çıxartmırlar. Onlar yalnız sözün düzünü və dedikləri və verdikləri vədi yerinə yetirdikləri üçün onlar sözlərindən dönməyən bir insan kimi, kişi kimi ortaya çıxırlar. Oğlaqlar əsasən Oğlaq bürcü altında doğulan kişilər öz kişilik xüsusiyyətləri ilə ancaq öndə gedirlər. Çünki Oğlaq bürcü altında doğulan kişilər simaları ilə yox, sözləri ilə, əməlləri ilə hərəkət edir və Oğlaq bürcü altında doğulan kişilər çox vaxtda özlərinə fikir vermirlər. Məsəl üçün, deyim ki, hansı bürcün kişilərsə gedirlər, məsəl üçün, bəzəyi, düzəyi, nə bilim, özlərinə bir yaraşıq, tərtumar verirlər. Oğlaq bürcü altında doğulan bir kişi, bir oğlan, məsəl üçün, toya, bayrama gedəndə əyninə nə gəldi geyinir. Amma hara gəldi gedirsə də, bəzi xanımların gözləri, çox xanımların gözləri bu Oğlaq bürcü altında doğulan kişinin kişiliyin, mənliyin, şəxsiyyətin və əqidəsini sevir. Çünki Oğlaq kişilərində bir özlərinə uyğun əyilməməzlik, özlərinə uyğun bir ego deyilmi, ego məncə deyil, özünə güvən, özünə inam və özünə hörmət var. Ümumiyyətlə, Oğlaq xanımları da Oğlaq kişilərindən geri qalmır. Oğlaq xanımları da
əqidələrinə, özlərinə, mənəvi dəyərlərinə üstünlük verən xanımlardır. Və oğlaq xanımları da, elə oğlaq kişiləri də abır həyat, ismət, ləyaqət, əsas bunlara üstünlük verirlər. Və bunların keyfiyyətləri həddindən artıq çoxdur. Oğlaq bürcü altıda doğulan xanımlar ecazkar xanımlar olur. Oğlaq bürcü altıda doğulan xanımlar qamətli, yaraşıqlı, kişiləri kimi qadınları da gözəldir. Kişiləri kimi qadınları da sözün düzün deyəndir. Kişiləri kimi qadınlar da əyilməzdir, mərddir. Acından ölsələr də heç kimi əyilmirlər. Heç kimin qabağında sınmırlar. Oğlaq bürcü altıda doğulan xanımlara və bəylərə onu demək istərdim ki, əziz oğlaq bürcü altında doğulan xanımlar və bəylər, siz nə qədər gec ailə qursanız, o qədər xoşbəxt və bəxtəvər uzun ömürlü olarsınız. Oğlaq bürcü altında doğulan xanımlar da, bəylər də bir işin qulpundan yapışsalar, bir işi görsələr, o işin dərinliyinə qədər gedəcəklər. Məsəl üçün, adam var ki, məsələn, bir işi görür, başdan soğutda ilə çıxır gedir. Amma oğlaqlar bir işi dərinliyinə kimi örgənə gedir və onun bütün dərinliklərin, bütün çətinliklərin, bütün çətinlik sirlərin örgənə gedir. Çox ağıllıdırlar, zəkalıdırlar. Ondan sonra, necə deyim, amma bircə oğlaq bürcü altında doğulan xanımlar da, bəylər də, İnanın ki, anada o bir şeiri var, şeir deyəndə bir mərsədi deyir, fələk əlaman əlindən, nə başı bəlalıyam mən, anadan olan günündən, nə günü qaralıyam mən. Allah sizə heç vaxt qara gün göstərməsin. Oğlaq bürcü altında doğulan xanımlar da, bəylər də özlərini tanıyandan, düz yaşa dolduqca çox əziyyətli günlər keçirdir. Hər bir işləri daşın altından çıxır, hər bir işləri çətinliklə, elə bir bütün yaxşılıqları necə maqqaşla dartıb çıxardırlar da, belə çətinliklə. Amma oğlaq bürcü altında doğulan xanımlar da, bəylər də yaşlandıqca onların işi daha da uğra gedir, onların işi daha da gözəlliyə gedir, onların işi daha da yaxşılığa doğru gedəcək. Odur ki, oğlaq bürcü altında doğulanlar qarşınıza çıxan pisliklərə çox da aludə olmayın. Bilin ki, o pisliklər gəlib keçib gedəcək və sizi qarşıda xoş günlər gözləyir. Oğlaq bürcü altında doğulan xanımlar və bəylər hansı bürclərlə ailə qursalar daha xoşbəxt olarlar. Oğlaq bürcü altında doğulan xanımlar və bəylər, deyim də sizə, əqrəb bürcü, buğa bürcü və şir bürcü altında doğulanlar, yox, əstağfurullah. Oğlaq bürcü altında doğulan xanımlar və bəylər kimlərlə xoşbəxt olurlar? Oğlaq bürcü, oğlaq bürcü. Deməli, qız bürcü, balıqlar bürcü, buğa bürcü, xərçəng və əqrəb bürcləri altında doğulanlarla nigahları uğurlu sayıla bilər. Elə oğlaqlarla da gözəl ailə həyatı qura bilər və başqa bürclərlə də alınlar. Ancaq mən dediklərimdən də alınsa daha uzun ömürlü, daha gözəl olar. Onu da sizin diqqətinizə çatdırım ki, oğlaq bürcü altında doğulan insanlar xoşbəxtdir. O sahədən ki, onların, istər xanımların, oğlaq xanımlarının, istər də bəylərin, əgər gec ailə qursalar, onların ömürgün yoldaşları, onlara həm ailə, həm yoldaş, həm sirdaş. Oğlaq bürcü altında doğulan xanımlar və bəylər bircə nigahda uğurlu olur. O da gec ailə qurarsa. Amma oğlaqlar, heç də keyfinizi pozmayın. Bilirəm, 2025-ci il sizə heç də uğurlu il olmadı, sizə heç də düşərli il olmadı. Amma inşallah 2026-cı il aprel ayının 15-dən sonra sizin həyatınızda möhtəşəm dəyişiklik olacaq. Oğlaq bürcü altında doğulan insanlar maddi və mənəvi cəhətdən zənginliyə doğru gedəcəklər. Oğlaq bürcü altında doğulanlar demək olar ki, öz istədiklərinə qismən də olsa nail olacaqlar. Və 2025-də, 2024-də nələrisə nail olmamışsınızsa,
2026-cı ilin aprel ayının 15-dən 2027-ci ilin fevral ayının 19-na kimi Oğlaq bürcü altında doğulan bəylərin və xanımların istər məhəbbət, istər biznes, istər karyera sarıdan uğurlu, xeyirli günləri gözləyir. Mən inanıram ki, Oğlaq bürcü altında doğulan insanların ürəyinə bu il təskinlik olacaq. O beyinlərindəki o fikir, o xəyal, o əzablar sona yetəcək. Amma Oğlaq bürcü altında doğulanlar, onu da diqqətinizə çatdırıram ki, nə qədər nələrisə əldə etmiş olsanız da, yenə də %100 alınmayacaq. Niyə görə alınmayacaq? Çünki siz yaşa dolduqca nələrəsə nail olacaqsınız. Bunu məni söyməyin. Bu kommentin altından ağzınıza bəzi insanlar ağzına gələni yazmasınlar. Mən heç kimin başın yalandan tumarlaya bilmərəm. Əgər sizin həyatınızda, sizin bürclərinizi mən belə deyirəmsə, hələ görün şəxsi üz-üzə mənimlə kimsə otursun, onun bütün bürcü ilində nələr varsa fərdi psixologiyasından tutmuş, fərdi astrologiyasından tutmuş məlumat verə bilərəm. Bioda yuxarıda nömrəm var. Qəbula yazılmaq istəyənlər fərdi və onlayn vasitəsilə qəbul yazılın və qəbul etmək olar sizi. Təbii ki, bu da sizin bütün insanların, nəinki oğlaqlar və bütün bürclər ümumiyyətlə qəbula yazılıb və fərdi psixoloji məsləhət ala bilər. İnanın ki, az da olsa ürəyinizə təskinlik verirəmsə, xoş mənim halıma. Çünki mən hamınızı sevirəm. Hamınızı, bütün insanları sevirəm. Hətta mənə pislik edən insanları da sevirəm. Odur ki, Oğlaq bürcü altında doğulan insanlar səbirli, təmkinli olun. Çünki səbir neyinəcəksiniz? Səbir olacaq Allahın köməyinə. Siz hər şeyə nail. Kimlərsə ertədən qazana gedib və sonradan itirə gəlirsə, Oğlaq bürcü altında doğulan insanlar, siz itirə gedəcəksiniz inşallah. Siz daha doğrusu ağır bəzi şeyləri əldə edə qalxacaqsınız, amma heç nə itirməyəcəksiniz. Bəli, bu il ola bilər keçən il çətinlik oldu, bu ilin əvvəli sizə çətinlik oldu, amma inşallah sizi uğurlu, xeyirli günlər gözləyir. Mənim əziz Oğlaq bürcü altında doğulanlar, xanımlar və bəylər, Allah sizi və sevdiklərinizi qorusun. Və inanın ki, hər qaranlıq gecənin işıqlı səhəri var və gözəl günlər sizi gözləyir. Və hələlik bura qədər və bürclərin dediklərini mən sizə çatdırdım. Amma unutmayın ki, aydan da, ulduzdan da, güneşdən də yüksəkdə yalnız və yalnız Ulu Tanrı dayanır. Qoy Ulu Tanrı sizin hamınızın yar və yardımcısı olsun. Və fərdi onlayn şəkildə qəbula yazılmaq istəyənlər 055 294 0056 nömrəli telefonun WhatsApp ilə əlaqə saxlaya bilərlər. Hazırlaşsın kimlər? Hazırlaşsın dolçalar, dolçalardan sonra da balıqlar. Və dolça ilə balığı da deyəndən sonra artıq illərə keçəcəm. Və sizin çox maraqlı illəriniz haqqında, çox belə, necə deyim, heç yerdə eşitmədiyiniz illəriniz haqqında məlumatlar verəcəm. Odur ki, Instagramda da, TikTokda da təqib eləyin, bəyənin, paylaşın, zəhmət olmasa hamınız nəsə yazırsınız. Amma bir dənə barmağınızı toxundurun ora, bəyənmələri çox olur. Əkizlər bürcü qədər bəyənən hələ ikinci bürc görmədim. Əkizlər bürcü altına doğulanlar bəyənmələr həddindən artıq çox olub. Ona görə də mən bunu bitirdikdən sonra, bürcləri bitirdikdən sonra, dolçalar və balıqları bitirdikdən sonra inanın ki, əkizlər bürcü altında doğulanların illəri haqqında geniş məlumat verəcəm. Allah'a əmanət qalın, sağ olun, sağlıqla qalın. Allah sizi və sevdiklərinizi qorusun. Bəyənən, paylaşan, təqib atan barmaqlarınız bütün bağlı qapılara toxunanda taybatay üzünüzə açılsın. Sevirəm sizi. Allah'a emanet olun. Sağ olun.